Yeni bir frameworkla başlayırıq. TestNG frameworku. TestNG frameworku JUnit'in bir üst versiyasıdır, belə deyək. JUnit'də çatışmayan, tələb olunan bəzi annotasiyalar, bəzi funksionallıqlar TestNG əlavə olunub. TestNG-nin öz saytına keçdiyimiz zaman da görürük ki, burada deyilir ki, TestNG JUnit və NUnit'dən ilhamlanaraq yaradılmış yeni bir frameworkdur, hardakı bəzi əlavə funksionallıqlar əlavə olunub. Hansısa annotasiyalar var və yaxud da digər metodlar var, hansı ki bizim kodumuzu təhlükəsiz threaddə run edəcək, multithread safe verib. Və təbii ki biz TestNG-ni öz proyektimizə yükləmək istəyiriksə, onun dependency-ni yükləməliyik. Amma onu deməliyəm ki, TestNG ilə JUnit eyni frameworkda işlədiyi zaman konflikt yarana bilər. Düzdür, biz importlarımızı düzgün etsək, konfliktdən uzaq ola bilərik, amma çox vaxt bu bizi çaşdıracaq. Ona görə də biz TestNG-ni proyektimizə yüklədiyimiz zaman JUnit-i söndürməliyik, komment alarıq. Gəlin əvvəlcə Maven repository-yə daxil olaq və burada TestNG yazaq. Birinciyə daxil oluruq. Son versiyanı götürürük, kopyalayırıq və keçirik öz proyektimizə. Proyektimizə keçdiyimizdən sonra daxil oluruq pom.xml-ə və burada dependency-ni yükləyirik, yapışdırırıq. Daha sonra update edirik. Təbii ki, sizdə əvvəlcə qırmızı göstərəcək, məndə artıq fayllar olduğuna görə göstərmirdi. Və biz nə edəcəyik? Artıq TestNG-də biz unit testlər yox, integration və end-to-end testlər yaza bilərik. Buna görə də mən Java package-in içində yeni bir package yaradacağım və adını qoyacağım integration. Və bütün testlərimizi biz bu integration içində yazacağıq. Hələlik burada yazıram C1 altdan xətt TestNG. Təbii ki bu sadəcə giriş faylı olacaq. TestNG. Və başlayaq annotasiyalardan. Yazıram burada. Annotations. TestNG-də JUnit-dən fərqli olaraq biraz fərqli və daha çox annotasiyalar var. Bizim bildiyimiz before each, hansı ki hər testdən qabaq işlənilirdi, o burada olacaq add işarəsi before metod və fikir versəz artıq JUnit-dən yox, TestNG-dən gəlir. Before metod. Təbii ki burada bizim errorlarımız olacaq metodları yazmadığımıza görə, sadəcə annotasiyaları göstərirəm. Test fikir verirsinizsə, həm JUnit-də var, həm TestNG-də var. Ona görə də biz import etdiyimiz zaman diqqətli olmalıyıq. Bu gəlir deməli TestNG-dən və hər testimiz üçün lazımdır. Daha sonra before metod olduğu kimi after metod var. Mən burada istəyirəm ki importlar bir dəfəlik gəlsin. Daha sonra artıq burada before metoddan savayı başqa annotasiyalarımız da var. Mənə bu before each çaşdırdı. Çünki bu JUnit-dən gəlir. Fikirləşirdim ki, TestNG-də before each yox idi. Deməli bu before each ilə before all gəlirdi hardan? JUnit-dən. Before each JUnit-də hər testdən əvvəl işə düşürdü. Before all isə bütün testlərdən əvvəl bir dəfə işə düşürdü. Burada TestNG-də before each-in analoji uyğunluğu before metoddur. Before all-un isə before class-dır. Bütün klasslardan əvvəl, üzr istəyirəm, bütün testlərdən əvvəl klassın içində olan before class işə düşəcək. Before class olduğu kimi after class da var. Və başqa nələr var? Before, deməli class method each dedik, all dedik. Before test var, before suite var və before groups var. Hələ ki groupsu mən qıraqda saxlayıram. Gəlin baxaq before test və before suite-in fərqi nədir? Mən videonu pauza qoyaraq yazdım. Before suite bizim suitemizdə bütün testlərimiz hansısa bir suitein altında olacaq və həmin o suitedə olan bütün testlərdən əvvəl işə düşəcək. Belə deyim, əgər before method hansısa bir klassın içində olan testlərdən əvvəl gəlirdisə, before class hansısa bir klassın özündən əvvəl gəlirdisə, before suite bu klassların hamısı harada yığılırsa, o adlanacaq bizdə suite və suite-dən əvvəl, deməli, üzr istəyirəm, klasslardan əvvəl suite işə düşəcək. Before suite-ə aid yazacağımız metod. Yəni belə bir şey olacaq. Public void deyək ki, before suite yazacağıq.
və belə bir metod işə düşəcək. Before test isə biz testlərimizi həmçinin XML faylından run edə bilərik. POM XML yox, başqa bir XML fayl olacaq. Testlərimizi orada run edə bilərik və orada qeyd edə bilərik ki, mən eyni vaxtda hansı testlərimin run olmasını istəyirəm. Məsələn, integration'dan bu testimin run olmasını istəyirəm. Unitdən C2 Heroku-nun run olmasını istəyirəm və example-dan deyək ki, C1 WebDriver-in. Fikir verirsə, hərəsi fərqli package-lərin altında, fərqli klassların içindədir. Mən bu klassların adını qeyd edəcəm həmin o XML faylın içində və deyəcəm ki, bu seçilmiş klasslardan əvvəl nə isə mən setup etməyi, quraşdırmaq istəyirəmsə, o zaman before testi et. Əgər after desəm, eyni məntiqdə sadəcə sonra edir. Həmçinin bu after suite-ə də aiddir. Bəs before groups nədir? Gəlin onu da yazın burada. Before groups və after groups. Artıq bilirsiniz, before əvvəl, after sonradır. Məntiq isə eynidir. Əgər before test verilmiş deməli, klassın içindəki bütün testləri götürürdüsə, yəni before test nə idi? Mən klassların adlarını verirdim. Deyək ki, C1 WebDriver, TestNG və Heroku. Və before testin içində verirəmsə, bu testlərdən əvvəl before test run olur və daha sonra həmin testlər run olurdu. Before groupsda isə artıq bu klassın içindəki, gəlin burada yox, burada göstərim. Artıq bu klassın içindəki deməli test metodunun özündə mən qrup yazıram və qruplaşdırmanı burada aparıram ki, bu klassın hamısını yox, bu klassın içində olan bütün testlərimi yox, seçilmiş testləri run etsin. O zaman before groupsdan istifadə edirəm. After groupsda həmçinin eyni məntiqdən sadəcə metodlarım işə düşdükdən sonra nəsə edir. Davam edək test metodumuzla, çünki test metodunun özündə də bir neçə anlayışlar var. Mən bir daha təkrar yazacağım burada. Test. Gəlin belə bir şey edək. Burada yazıram public void test. Belə bir şey yazdım ki, yuxarıdakı errorlar etsin. Və burada mötərizini açdığım zaman kontrolu basıb saxlayıb space-ə basıram və burada test annotasiyama uyğun metodları görürəm. Əvvəlcə hər hansısa bir testimi yandırıb söndürə bilərəm və enabled false-dursa, bu deməkdir ki, mənim bu testim artıq işləməyəcək. Enabled true yazmama ehtiyac yoxdur, çünki default olaraq zaten true olur. Depends on methods var. Depends on methods. Bu deməkdir ki, mənim bir testim başqa bir testdən asılı ola bilər. Məsələn, bir ədəd belə test annotasiyasını açıram burada. Yazıram burada public void test 1. Və deyirəm ki, mənim baxın bu, gəlin burada da yazım, public void test 2. Public yazmaq ehtiyac yoxdur. Belə də yaza bilərik. Test 2. Mən deyə bilərəm ki, mənim test 2-im test 1-dən asılı olsun. Yəni, yalnız test 1-im uğurlu keçərsə, test 2 run olsun. Bu zaman mən burada dırnağı açıb metodumun adını verə bilərəm. Test 1. Və test 2, yalnız test 1 uğurlu şəkildə bitdikdən sonra işə düşəcək. Daha sonra nə var? Priority var. Məsələn, mən ardıcıllıq deyə bilərəm. İstəyirəm ki, birinci bu testim işə düşsün, ikinci bu. Yəni, birinci test 2 işə düşsün, ikinci test 1. Bu zaman mən nə edə bilərəm? Priority-mi 0 verirəm. Əslində, default olaraq zaten priority 0-dır. Priority 0 olan testlər hər zaman birinci işə düşür. Bəs sual olsa ki, bütün testlərimin priority 0 olsa, yəni baxın, mən bunu belə yazdım, ya da yazmadım, bu ikisi eyni anlayışa gəlir çıxır. Sual ola bilər ki, əgər hər iki testimin priority 0-dırsa, necə olur? Onlar hansı ardıcılıqda işə düşür? Cavab əlifba sırası ilə. Metodlarımın əlifbaya uyğun sırası ilə. Və bir dəqiqə. Mən burada priority buna 1 versəm, yuxarıdakına isə 2 versəm, bu deməkdir ki, birinci bu testim işə düşəcək, ikinci bu. Həmçinin mən -1 də verə bilərəm. Buna isə heç nə verməyə bilərəm. Bu da yenə eyni anlayışa gəlir. Birinci bu test işə düşəcək, çünki -1 sıfırdan belə deyək, əvvəl gəlir. Daha sonra 0 olan işə düşəcək. Baxaq, başqa hansı metodumuz var? Test name var. Test name verə bilərik. Attribut lazım deyil. Always run hər zaman işə düşəcək. Və data provider var. Biz burada
deyə bilərik ki, bu testdə hansı datalar işlənə bilər. Onu mən sizə ayrıca dərsdə göstərəcəm. Və çox metodlar var, amma mən hamısını sizə göstərməyəcəm, çünki o qədər vaxtımız yoxdur. Siz bir-bir yazıb baxa bilərsiniz və yaxud da test engine'in dokumentasiyasını oxuyaraq baxa bilərsiniz ki, hər bir metod, hər bir annotasiyanın içində verilmiş anlayış, arqument, bu verilmiş arqumentlər nə işə baxır.